Birləşmiş Ştatlarla İran arasındakı müharibənin taleyi cəmi 3 sözdən asılıdır. Yüksək saflaşdırılmış uran, yəni nüvə silahlarının hazırlanması üçün əsas maddə. İddialara görə İranın əlində 10 atom bombasını hazırlamağa kifayət edəcək qədər uran ehtiyatı var. Lakin beynəlxalq müfəttişlər ötən ilin iyunundan bəri Birləşmiş Ştatlar və İsrail 3 nüvə obyektinə zərbə indirdikdən sonra bu ehtiyatı yoxlaya bilməyiblər. Son 7 həftəlik müharibə ərzində Trump israrla bildirib ki, ölkəsi qalan materialı istənilən yolla ələ keçirəcək. Bu ya hərbi yolla, ya da İranla qarşılıqlı razılıq əsasında baş tutacaq. Əslində belə bir əməliyyat artıq bir dəfə həyata keçirilib. 1994-cü ildə Sovet İttifaqının dağılmasından sonra Qazaxıstan dünyanın 4-cü ən böyük nüvə arsenalına sahib idi. Bu arsenalın bir hissəsi zavodda saxlanılırdı. Söhbət 90% saflaşdırılmış 600 kiloqram ehtiyatdan gedirdi ki, bu da onlarla nüvə silahı demək idi. Bu məlumat Prezident Bill Clintona çatdırıldı və ABŞ ilə Qazaxıstan arasında razılıq əldə olundu. Birləşmiş Ştatlar bu materialı götürəcəkdi ki, İran və Şimali Koreya kimi ölkələr onu əldə edə bilməsin. Bu əməliyyat Safir proyekti adlanırdı. 3 böyük təyyarə ilə 1300 funtdan çox uran ABŞ-yə daşındı. Əməliyyat tam gizli şəkildə həyata keçirildi və təxminən 6 həftə çəkdi. Amma bugün belə bir əməliyyatın İranda baş verməsi çətin görünür. Birləşmiş Ştatların tək başına bu missiyanı reallaşdırması minlərlə əskər tələb edir. Onlar İsfahan kimi obyektlərin ətrafında təhlükəsizlik zonası yaratmalı və yeraltı tunellərdə saxlanılan uranı çıxartmalıdırlar. Heç təsadüfi deyil ki, ötən həftə Washington Post Trumpın tələbi ilə İranda yüksək dərəcədə saflaşdırılmış uranı ələ keçirmək üçün geniş miqyaslı və son dərəcə riskli hərbi plan hazırlandığını iddia etmişdi. Planda bölgəyə qazıntı texnikasının gətirilməsi, radioaktiv materialın çıxarılması üçün müvəqqəti uçuş-enmə zolağının yaradılması, eləcə də uranın daşınması üçün lazımi infrastrukturun qurulması nəzərdə tutulurdu. Amma İranın əsas nüvə ehtiyatlarının dərin yeraltı tunellərdə saxlanıldığı düşünülür və bu yerlərə adi bombalarla çatmaq mümkün olmaya bilər. Ona görə də hərbi üsullarla İranın nüvə proqramını tam dayandırmaq real görünmür. Beyk şəkilləri Pikaxi dağı adlanan ərazidə bərk qayanın altında böyük nüvə obyektinin girişini göstərir. Birləşmiş Ştatların bunker dağıdan bombaları bu dərinliklərə çatmaya bilər. Bu isə o deməkdir ki, uranı çıxarmaq üçün quru əməliyyatı lazım olacaq. Tunellər dağıntılarla örtülü ola bilər. Buna görə ağır texnika və hətta müvəqqəti uçuş zolağı qurmaq lazım gələ bilər. Belə əməliyyat ən təhlükəli və mürəkkəb missiyalardan biri olar. Çünki material təxminən 26-50 təzyiqli konteynerdə saxlanılır. Əgər konteynerlərdən biri zədələnsə, zəhərli maddələrə görə xüsusi qoruyucu geyim tələb olunur. Radiasiya riski, saxta hədəflər, tələlər və ciddi itki ehtimalı mövcuddur. Bu səbəbdən hazırda ən real yol əməkdaşlıqdır. Amma bu məqamda İranın mövqeyində qeyri-müəyyənlik və ya manipulyasiya hissi olunur. Pakistan danışıqlarından öncə İranlı rəsmilər uran mövzusunun müzakirəyə açıq olduğunu bildirmişdilər. Hətta İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf uranın Birləşmiş Ştatlara təhvil verilməyəcəyini desə də, ehtiyatların çıxarılacağını təkzib etməmişdi. Eyni zamanda 2015-ci ildə birgə hərtərəfli fəaliyyət planı çərçivəsində İranın sazişin tələblərini yerinə yetirmək məqsədi ilə Rusiyaya təxminən 11.000 kiloqram saflaşdırılmış uran göndərdiyi əsas gətirilirdi. Buna görə də iddialar Çinin İrandan saflaşdırılmış uranı qəbul etməyə və onun səviyyəsini azaltmağa hazır olması istiqamətində idi. Çin nüvə enerjisi sektoruna sürətlə genişləndirir. Əsasən artan elektrik enerjisinə tələbat ödəmək və ən azı 2060-cı ilə qədər kömürlə işləyən elektrik stansiyalarını tədricən dayandırmaq məqsədinə çatmaq üçün ölkənin nüvə sahəsində qlobal lider olmaq ambisiyası həm yeni reaktorların tikintisində, həm də yerli texnologiyaların inkişafında özünü göstərir. Uranın alınması İranın Avstraliya, Kanada, Qazaxıstan və Rusiyadan olan təchizatçılarından asılılığı azaltmağa kömək edəcək və bununla da Çinin enerji təhlükəsizliyini gücləndirəcək. Eyni zamanda İran Qərbin davamlı sanksiyalar altında qaldığı üçün bu baxımdan Pekin üçün xüsusilə əlverişli tərəfdaşdır.
Amma bu iddiaların müzakirə olunduğu müddətdə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai gedişata tam əks açıqlama verdi. Bildirdi ki, heç vaxt zənginləşdirilmiş uranı başqa ölkəyə göndərmək variantı nəzərdən keçirilməyib. Bu mövzuda ölkənin mövqeyi qətidir. Bütün nüvə nailiyyətləri yalnız İran ərazisində saxlanılacaq. Hətta Bəqainin sözlərinə görə uran İran torpağı qədər müqəddəsdir. Bu açıqlama ona işarə edir ki, Tehran uran məsələsini artıq dövlətin varlığı və müstəqilliyi ilə eyniləşdirir. Tehran uran məsələsində qırmızı xətləri ideoloji səviyyəyə qaldırır və bu xətləri keçmək üçün daha yüksək siyasi və iqtisadi qarşılıq tələb eləyəcək. Başqa sözlə, İran danışıqlarda qiyməti qaldırır və qarşı tərəfi daha ciddi güzəştlərə məcbur etməyə çalışır. Tehran əvvəlcədən uranı toxunulmaz dəyər kimi təqdim eləyir ki, sonradan ediləcək istənilən texniki güzəşt daxili auditoriyaya strateji geri çəkilmə yox, məhdud taktiki addım kimi satıla bilsin. Yəni bu, gələcək kompromislər üçün psixoloji baza hazırlığıdır. Bu fikir beynəlxalq nəşrlərin də yanaşması ilə üst-üstə düşür. Belə ki, Axios nəşrinin yazdığına görə tərəflər 3 səhifədən ibarət plan üzərində müharibəni sona çatdırmaq üçün danışıqlar aparır. Müzakirələrin bir elementi kimi Birləşmiş Ştatların İranın dondurulmuş 20 milyard dollarını azad etməsi və qarşılığında İranın saflaşdırılmış uran ehtiyatından imtina etməsi nəzərdən keçirilir. Bu şərtlərlə razılaşma müharibəni sona çatdıra bilər, amma eyni zamanda İranın sərt müxalifləri arasında etirazlara da səbəb ola bilər. Əl-Cəzirə də yazmışdı ki, İran bəzi güzəştlərə gedir, lakin daxili müxalifətin təzyiqi mövcuddur. Bunların fonunda düşünmək olar ki, İran indi nə tam razılaşmaya tələsir, nə də prosesi pozmaq istəyir. Məqsəd maksimum güzəşt əldə etmək, minimum strateji itki vermək və bunu daxildə qələbə, xaricdə isə rasional kompromis kimi təqdim etməkdir.